proqram əhli, proqramla yaşayan insanlar bilər ki, din doğrudan da kamil bir proqramdır. Çünki özü bilir də proqramla yaşamaq nədir, nizamlı yaşamaq nədir. İnsan özünə baxsa, istəklərinə baxsa, sonra dünyaya baxsa, deyər ki, yox, mənlə bu dünya arasında ciddi uyğunsuzluq var. Deməli, mən bu aləmin deyiləm. Deməli, mənim öz razmerimdə, öz ölçümdə bir aləm var. Və beləcə axirətə yönəlir. Hədis ayə oxumadan, öz vücudunu mütaliə edib axirətə yönəlir. Hər adam dinə hidayət olmaz. Şəxsi gərək, şəxsiyyət olsun da özünə görə. Və şəxsiyyətsizlər də var axı dində. Onlar bir gün dindən çıxacaq, darıxma. Allah eləsin çıxmasınlar, amma belə olacaq. Şəxsiyyətini gücləndirməyən insan belə olacaq. Peyğəmbərlər gəliblər, içdən bu sualı üzə çıxarsınlar ki, insan, sənin içində bu sual var, sən axırı istəyirsən biləsən ki, sonra, yəni sən sonsuzluq istəyirsən. Sən istənilən bir neyməti sonra sualı ilə gözündən sala verirsən. Elə bir hədəfə ehtiyac var ki, o olmasa cənnət adamın gözündən düşür. Elə bir hədəfə ehtiyac var ki, cəhənnəm də onun olmadığına görə acıdır. Cəhənnəm ondan ayrılıq yeridir deyə acıdır. İnsan 100 yerə bölünən istəklərini bir yerə bağlamasa insan ola bilmir. Aciz bir varlıq olur. İnsanın bütün istəkləri bir istək olsa, bir hədəf üçün olsa, bu olur aşiq. Fikri, zikri bir kəs. İnsan hədəfi tapanda, o hədəf ki, dediyi sonsuz hədəfdir. İnsanda elə bir həyəcan yaranır ki, o boş-boş bihudə şeylərdən 100 minə vur, 100 minə, milyona ver, ondan artıq həyəcan. Bu eşqin həyəcanıdır, bu üstünədir, bu insana xas bir duyğudur, həyəcandır. Biz bunu dadmamışıq hələ. Biz sevgi dediyimiz şeylər, o səthi şeylərdir. İnsanın ölçüsündə olan sevgi vücudunu elə titrədir ki, elə həyəcan verir ki, heç nə insanı da cəlb eləmir ondan sonra. Əleyhisselam buyurur ki, Allah eşqi bir oddur. Hər şey daxil olsa özündən başqa hər şeyi yandırır. Bütöv qəlbi tutur. Başqa şeyə yer qoymur. Başqa şeyə yer qoymur. Onda biz cəmaatı istəmirik, balamızı, həyat yoldaşımızı, ailəmizi, dostumuzu, atamızı, anamızı istəmirik. Xeyr, istəyirsiniz onun istəyinə, onun sevgisi ilə hər şey istəyirsiniz. Onun sevgisi ilə. Sevgi onun sevgisidir, onun istəyidir. O istəyi paylaşdırırsınız varlıqlar arasında. Günah nə zaman anlam kəsb eləyir? Günah nə deməkdir? Günah, bax, o hədəf ki, danışdılar. O hədəfdən adamı yayındıran şeyə günah deyirlər. Adam günahın pisliyini o zaman başa düşür ki, bu aləmə daxil olur. Deyir ki, bu gözəllikdə aləmi mənə zəhər eləyən günahdırsa, günah yox, onun qoxusu gələndə gedir, qaçır Allaha tərəf, deyir, Allah məni bağışla.